Bir neçə gün əvvəl RTV kanalında yayımlanan İlham Tumasın qonağı verilişində çıxış edən Səbuhi Rəhimli Moskvada yaşayan Azərbaycanlı ekstrasens Zirəddin Rzayev haqqında fikirlər səsləndirib. Onun güclü telepat olduğunu bildirib, lakin Rzayevin düzgün proqnoz verə bilmədiyini vurğulayıb. Zirəddin Rzayev çox güclü, fenomenal qabiliyyətə malik telepatdır. Proqnozlar olmur. Proqnoz olmur deyəndə Zirəddin eləyə bilmir, yoxsa olur? Proqnoz vermək qabiliyyəti aşağıdır. Zirəddin Rzayevlə əlaqə saxlayaraq onun bu məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. Mənim yanlışım da var, amma doğrularım yanlışımdan çoxdur. Heç vaxt sevməmişəm, özüm haqqında danışım. Mənim bir kəlamım var, heç vaxt şəxsiyyətinizdən böyük insanlara dil bulamayın ki, hörmətdən düşməyəsiniz. Mənim nə həddimədir, oturum mən kimisə pisliyim. Mənim haqqımda hamı fikir söyləyə bilər, amma baxır o fikir söyləyən kimdir? Həmişə deyirəm, mən varam ki, mənim haqqımda danışırlar. Səbuhi deyir ki, sənə Etibar Elkin ismarış göndəribdir. Mən o dünyanın varlığına da inanıram, ruhların da varlığına inanıram, amma indi ola bilsin ki, Səbuhi Rəhimlinin o dünya ilə əlaqəsi daha yaxşıdır, məndən daha çox bilir, verdiyi proqnozlar daha çox olur. Hörmətim var, sevgim var, saygım var. Onun deməyi məni nə tarixdən siləsidir, onun dediyi tərifi məni nə də göylərə qaldırasıdır. Fikrinə hörmətlə yanaşıram, qoy belə deyim. 5 il öncəsindən mən Karoleva, İngiltərə kraliçəsinin ölümünün 8-də öləcəyini söyləmişdim. Və eyni zamanda Türkiyədəki zərbələrini elə Səbuhinin öz kanalında demişdim, öz səsi də məndə durur. Səbuhinin ki, bəs sən necə demişdin, elə də oldu. Türkiyədə zərbələrini mənim kanalımda demişdin, o da baş verdi. Onun mənə dediyi tərifləri, onun o Türkiyə zərbələrinə bağlı dediyim ki, özünün doğruluqdur dedi. Zirəddin, sən mənə intervyu verdin ki, Türkiyə, İsrail və Suriyada zəlzələ olacaqdı. Sən dediyin oldu. Ala bunu paylaş. Gör necə dəqiq demişdin. Səsi məndə durur. Zirəddin də heç kim tarixdən siləsi deyil, buna əmin ola bilərsiniz. Çünki mənim dediklərim göz qabağındadır. Amma fikirlərinə hörmətlə yanaşdım. Deyir də indi məndən böyük yaşlı, ne deyim. Gəl güllələməyəcəm ki onu.